Salam əziz şagirdlər, bu günləri baxırıq növbəti sınavımızın izahına. Sınaq 4 ümumi sınaqdır. Birinci sualımızdan. Birinci sualda burada mötərizəni açsaq, A minus 10 minus B eləyir. Bu da olur A minus B minus 10. A minus B yenə 15 qoysaq, 15-in 10 çıxırıq, düzgün cavabımız olur 5. Bu da olur B variantı. Keçdik ikinci sualımıza. Deməli, burada nə edirik? Burada ən əvvəldən başlayaraq açaraq getməliyik. Yəni, bura olduğu kimi qalır. Loqaritma 3 əsasdan loqaritm 2 əsasdan x minus 1 bərabərdir. Burada bu ifadə nəyə bərabərdir? 12 üstü 0-a bərabərdir də. Bərabər də 12 üstü 0 olur. O da 1 edir. Sonra bura qalır. Loqaritm 2 əsasdan x minus 1 bərabərdir. 3-ün üzərində 1 olur. Yəni 3 olur. Sonra buradan x minus 1 də bərabərdir. 2 üstü 3. X minus 1 bərabərdir 8. X də bərabərdir 9. Biz soruşuru tapdıq. E variantı. Üçüncü suala baxırıq. X kvadrat y kvadratı 13'dür. Biz bunu müxtəsərinə ayırsaq belə yaza bilərik. X plus y, x minus y bərabərdir 13. 13 sadə ədəd olduğu üçün 1 vur 13'dür. Deməli, x plus y bərabərdir 13. X minus y bərabərdir 1 olmalıdır. Hər tərəfə toplasaq 2x bərabərdir 14. X bərabərdir 7. Y də bərabərdir 6. X kvadrat plus y kvadratı soruşur. 49. Üstəcəl 36. 85. Cavabımız olur A variantı. Baxırıq 4-cü suala. Onbucaqlı olan prizmanın neçə üzü var deyir. Prizmanın üzlüyüz, üzünün yəni sayı n plus 2'dir. Onbucaqlı dediyi üçün 10 üstünə 2 gəlirik. O da eləyir 12. 5-ci suala baxırıq. Burada verib x kvadratı plus 169. Biz bunu yaza bilərik belə. X kvadratı minus 169 y kvadratı. Çünki y kvadratı mənfi 1-ə bərabərdir. Buranın da plus 169 verir. Buradan müxtəsərlə ayırırıq. X minus 12, x plus 12. Bizimlə vurğular ayrılması soruşur. Düzgün cavabımız olur C variantı. 6-cı sualımıza. Vektorun bizdən modulunu soruşur. Vektorun modulu düsturu kök altında koordinatların kvadratları cəmidir. Yəni modula bərabərdir. Kök altında 12'nin kvadratı üstəcəl 5'in kvadratı. Bu deyir 144 üstəcəl 25. Kök altında 169. Bundan da çıxır 13. Olur, devam. Baxırıq indi 7-ci sualımıza. 7-ci sualda verib ki, fx bərabər x kvadrat 2'dir. F t plus 1 soruşur. F t plus 1'i tabanda burada x-i yenə nə qoyacaq? T plus 1. F t plus 1 bərabərdir. T plus 1'in bağlı kvadratı x-i yenə qoyuruq. Çıx 2. Buradan da müxtəsərlə bunu atsaq. T kvadratı plus 2t plus 1 minus 2. Bu da olur t kvadratı üstəcəl 2t minus 1. Cevabımız olur D variantı. 8-ci suala baxırıq. Son olan əndə silsilərin cəmi 12, 10 hədlərinin kvadratları cəmi isə 18-dir. Silsilə vurğun bizdən soruşur. Deməli, düsturumuzu yazsaq Sm bərabərdir. B1 bölə 1 minus 2'dir. Bu 1. Bir də hədlərin kvadratları cəmi dediyi üçün Sm bərabərdir. B1'in kvadratı böl 1 minus 2'nin kvadratı. Bu da bərabərdir 18. Bu da verib 12'dir. Biz buradan B1'i tapsaq, B1 bərabərdir 12 vur 1 minus 2'dir. Buradan da bunu çarpaz işləsək, belə yazarıq. B1'in kvadratı bərabərdir 18 vur 1 minus 2 kvadrat. B1'in də yenə bunu yazaq. 144 vur 1 minus kvadratı, bağlı kvadratı bərabər 18 vur. Bunu müxtəsərlə ayırıq. 1 minus 2
1 plus 3. 18'den 144 nə edir? Qalır 8. Kvadratın biri ilə də bunun biri ixtisar gedir. Qalır 8 minus 8 3 bərabərdir 1 plus 3. Bu 2'yi çetirsək bu yana alırıq. 9 2. Burada olur 7. 2 də bərabərdir. 7 böl 9. Elə bizdən 2'yi soruşur, tapdıq. 9'da 7. Düzgün cavabımız olur Y variantı. 9-cu suala baxırıq. Hesablama ilə bağlı sadə sualdır. 3 y verdiyi 3'ü vururuq. Y2'miz neçədir? 9'da 5. Üstəcə 3'dən 8'də bir düzgün olmayacaq. 8'də 25. Bölürük x'e. X'de 1000'də 375'dir. İndi burada nə edirik deməli? 9'u 3'e vuranda ixtisar gedir. İxtisarımızı eləyək. Qalır 3'də 5 plus 8'də 25. Vur yerini dəyişirik. 375 burada da 1000. 1000 ilə 8 ixtisar edir. 125 qalır. 375 ilə 25 ixtisar gedər. 25 özü bölünür deyesin elə. Bir dəfə 12 eləyir. Alırıq. 12'də 125. Yox, 12 eləmə bir dəqiqə. Deməli, bölsək bir dəfə. 125, 15 eləyir burada. 125 ilə 15 ixtisar gedir. Bunlar da ixtisar edilir 5'ə. Burada qalır 3. Burada qalır deməli 25. Bu da bizə verir 3'də 30. Bu da eləyir 10. Düzgün cavabımız olur. Baxırıq 10-cu suala. Burada baxırıq ki, bərabərsin aşağısı mənfidir. İfadənin sıfırdan kiçik olması üçün yuxarı müsbət olmalıdır. Ona görə 7 minus 2x böyükdür 0 yazır. Burada mənfi 2x böyükdür mənfi 7. X də kiçikdir 3,5. Orada düzgün cavabımız olur. Mənfi sonsuzdur 3,5. Yəni 3,2'də bir eyni şeydir. A variantı. Növbəti sualımıza 11-ci suala baxın. Bir parametrin hansı qiymətində bu tənlik 2 müxtəlif kökü. Müxtəlif kökü olmasın. Birinci şərtimiz kvadrat tənliyi olduğu üçün A sıfırdan fərqli olmalıdır. Bunu qeyd edirik. Bir dəfə də demişik 2 müxtəlif kök olanda diskriminant sıfırdan bölünür. Diskriminantı tapsaq 4 minus 4A böyükdür 0. Mənfi 4A böyükdür mənfi 4. A kiçikdir 1. A 1'dən kiçiksə 0 ora daxildir, amma 0 olmamalıdır. Ona görə 0 oradan çıxmalıyıq. Olur mənfi sonsuzluq 0. Birləşmə 0, 1. Olur. Baxırıq 12-ci suala. Radiusu 5 olan çevrənin diametrini tapın. Məlumatca diametr çevrənin 2 qatıdır 10 olur. 13-cü suala baxırıq. Müstəvi 30 dərəcə buzaq əmələ gətirən mayenin uzunluğu 24 olarsa, onun müstəvi üzərində proyeksiyasının uzunluğunu tapın. Müstəvidir. Deməli, burada perpendikulyarımız var, proyeksiyamız var, birdən də mayemiz var. Bizə verir ki, mayenin uzunluğu 24'dür. Buraya yazdıq 24. Sonra verir ki, müstəvi ilə 30 dərəcə buzaq əmələ gətirir mayel. Bura olur 30 dərəcə. Burada olur 60 dərəcə. 30 dərəcə buzaq qarşısında karik betonumuzun yarısıdır. Onda bura neçə olur? Bizdən proyeksiyanın uzunluğunu soruşur. Proyeksiya buradır. Bu da olur 60'ın qarşısında 12 kök 3. Proyeksiyamız oldu 12 kök 3. D variantı. 14-cü suala baxırıq. Orada 1 bölü kosinüs 2x plus 1 bərabər 0'dır. Burada birinci deməli nə edirik? 1 bölü kosinüs 2x 1'i keçirik o tərəfə. 0'dan 1 çıxırıq mənfi 1. Kosinüs 2x bərabərdir. 1 də mənfi 1'ə bölündə alırıq mənfi 1. Kosinüs 2x-dən mənfi 1 şərti pi plus 2 pi kat. Bərabərdir pi plus 2 pi kat. Burada x bərabərdir. Hər tərəfi 2'yə bölsək pi böl 2 plus pi kat. Bunu da bizə
nə deyirdi? Mənfi bir parasının neçə kökü var? Deməli, birinci nə edərik? Kaya 0 verərik. Kaya 0 versək, x-imiz olacaq pi bölü 2. Baxırıq ki, 90 mənfi 100-in arasında düşür. Deməli, biri budur, bir kök. Bir dəfə də kaya 1 versək, onda burada x bərabərdir. Pi bölü 2 plus pi, bu da olur 3 pi bölü 2. 3 pi bölü 2-də bilirik ki, deməli, 270 dərəcədir. Bu aralığa düşmür. Bu mənfi 180 ilə müsbət 180 arasında. Ona görə bunu götürmürük. Kaya bir dəfə də mənfi 1 verək. Onda alacaq ki, pi bölü 2 çıx pi. Və mənfi pi bölü 2 edir. Mənfi 90 edir. Bu da düşür. Deməli, digər qiyməti də alınmayacaq. Deməli, tənin necə kökü var? Bizdən sayını soruşur. 2 olur. Baxırıq 15-in. 15-i deməli bizə nə verir? 15-ci sualda bizə verib ki, 7 üstündə loqaritma 2 əsasdan 3 plus 1. Burada da verib ki, 3 üstündə loqaritma 2 əsasdan 7. Burada yuxarını necə ayırırıq? Bunu belə yazarıq. 7 üstündə loqaritma 2 əsasdan 3, bir də 7 üstü 1. Yəni vur nə olur? 7. Bu da olur 3 üstündə loqaritma 2 əsasdan 7. Biz burada bir qaydamız var ki, 7-nin 3-ün yerini dəyişə bilərik. 3 üstündə loqaritma 2 əsasdan 7 kimi yaza bilərik. Vur 7 böl 3 üstündə loqaritma 2 əsasdan 7. Bunlar ixtisar edir. Cavabımız nə qalır? Elə 7. 16-cı suala baxırıq. 16-cı sualda bizə verib ki, 3 kosinus kvadratı x üstəgəl 5 sinus kvadratı x-in ən böyük qiymətini istəyir. Burada nə edirik? Kosinus kvadratı x-in yerinə biz 1 çıxaq sinus kvadratı x yaza bilərik. Sonra buradan sadələşdirelim. 3 çıx 3 sinus kvadratı x plus 5 sinus kvadratı x. Bu da bize verir 3 plus 2 sinus kvadratı x. Biz demiş ki kvadrat onu da yerine koyuruq. 0, 1. Məhv qoya bilmirik. Burada da deməli bizdən istəyir deyəsən ən böyük 1 qoysaq 3 üstəgəl 2, o da olar 5. Düzgün cavabımız olur 5. Baxırıq 17-ci sualımıza. Deməli, burada baxırıq ki, kök altında 3 çıx 3'ün kvadratı var. Bu modulda çıxır. Kök altında 3 çıx 3. Üstəgəl digər ifadə də kök altında 3 plus 1'in bağlı kvadratıdır. O da kök altında 3 plus 1 olaraq çıxır modulda. Modulda birincinin işarəsi mənfidir. Ona görə yerini dəyişib çıxar. 3 minus kök altında 3. Digəri isə müsbətdə olduğu kimi çıxır. Kök altında 3'lər buradan islah olur. Cavabımız olur. 3-dən 1 toplayırıq. 4. Baxırıq indi növbəti sualımız 18-ci sual. Verib ki, ABC rombunda AC 10 rombumuzu çəkək. A, B, C, D. AC 10 verir. B'dən də 24 verir. Deməli, perimetr. Bizim rombda belə bir düsturumuz var. D1'in kvadratı diagonalın tərəf arasında əlaqə düsturu. D2'nin kvadratı bərabər 4A'nın kvadratı. 100 üstəgəl 576 24'ün kvadratı bərabər 4A'nın kvadratı. 4A'nın kvadratı bərabər 676. A kvadratı bərabər 676'ın 4'e bölsə 169. A da bərabər də 13. Romun tərəfi 13 isə bütün tərəflər bərabər olduğu üçün perimetri 4A'dır. 4'e vuruq 13'e o da olur 52. Düzgün cavabımız 52. ABC üçbucağında ayım 9. Burada üçbucağı. A, B, C, M, N.
Aha. A'mı bizə verib 9. B'mi verib 6. B'ni verib 5. C'ni verib 13. M'ni 7 verib. Bizim AS'ni soruşur. Birində X götür. Buradan baxırıq ki, bu 5. Bu 5. Bura 15. 3 qatıdır. Bura baxırıq 6. Burada 18. Burada buranın 3 qatıdır. Deməli, buradan alırıq ki, bu bucaqda, yəni ikisində ortaqdır, eynidir. Deməli, buradan alırıq ki, 3 bucaq MBE oxşardır 3 bucaq SBA-ya. Hansı əlamətə görə oxşardır yazmalıyıq? Hər tələbində bunlar yazılmalıdır. TBT əlamətinə görə. Sonra buradan nisbəti yazırıq. Bura yazırıq gamma, bura yazırıq beta. Onda bura olur beta, bura olur gamma. Sonra bucaqlara görə nisbətimiz yazırıq. Birinci alfa görürsə, alfanın qarşısındakı 7-nin balaca bucaqdan böyük bucaqda alfanın qarşısındakı x-ə nisbəti bərabər. Gammanın qarşısındakı 5-in böyük bucaqda gammanın qarşısındakı 15-ə bütövi götürürsə böyük bucağa bax. Burada da betanı yazsaq 6-nı, bu biri betanın qarşısında 18. Bunu alırıq ki, bizdə ixtisar edir 3-də 1. Deməli, oxşarlıq əmsalı 3-də 1 olur. X-də bərabər buradan 7-nin 3-ə vuranda 21. Deməli, AS'nin uzunluğu 21 imiş. Baxırıq, indi növbəti sual 20-ci sual. Nə verib? Katetləri 12 və 19. 12 və 9, 10 düzü bucaqlı sunan böyük qayda tərəfindən fırlananda alınan cismin səthinin sahəsini bizdən nə eləyir? Soruşur. Burada katetləri 12 və 9-dur. Deməli, düz bucaqlı, üç bucaqlı çəkək. Bura 12-dir. Bura 9-dur. Kiçik qayda ətrafında fırlanan deyir. Aha, burada fırlatdıq. Cismin tam səthinin sahəsini sorur. Burada konus aldıq. 12, 9-da Pifagora görə bura nə alırıq? 15. Və konusun bizdən soruşur tam səthin sahəsi. Konusun tam səthin sahəsi düsturur. R R plus R'dir. Buradan S tam bərabərdir. Pi vur, R'imiz neçədir? Oturacaq dairə olduğu üçün radiusumuz. Pi vur 9, vur 9 plus L'də bu hipotenuzdur. Bu da bizə verir 216 pi. 20-ci suala baxırıq. Bir sinifdə şagirdlərin ədədi orta hesab ilə bağlı bir tapşırıq üzərində işləyirlər. Sinifdə şagirdlərin yaşları arasında ailənin və Rəşadın yaşları da var. Şagirdlərin yaşlarının ədədi ortası 15, ailənin sinifin ən kiçik şagirdidir və yaşı 12-dir. Rəşad isə ən böyükdür və onun yaşı 18-dir. Bir gün ailə xəstələnir və dərsə gəlmir. Bu səbəbdən qalan şagirdlərin yaşlarının ədədi ortası 15,5-ə yüksəlir. Sinifdə necə şagird olduğunu tapın deyir. Demək, birinci bura nə edirik? Ədədi orta bilirik ki, cəm böl saydı. Say bilmirik, x götürürük. Bərabər deyir, ədəd ortası neçədir? Şagirddən 15. Sonra deyir ki, ailənin yaşı 12-dir və o dərsə gəlmir. Onda yazarıq cəmdən, çıxarıq ailənin yaşını. X-dən də çıxarıq bir nəfəri də, çünki bir nəfər ailənin yoxdur. Bərabər olmalıdır, ədəd ortası nəyə bərabərdir? 15,5. Onda buradan birinci cəmi tapsaq 15x olur. Buradan da yazarıq. Cəm çarpaz işləsək. Sıx 12 bərabərdir. 15,5 x minus 15,5. Gətirib o 15x-i cəmdə yazarıq yerinə. 15x çıx 12 bərabərdir. 15,5x çıx 15,5. Buradan da 0,5x bərabərdir. 3,5 olur. X də bərabərdir. 7 olur. Bizə soruşur sinifdə şagird olduğunu tapıb. 7-dən şagird var imiş.
23-cü suala baxırıq. Qutuda 15 qələm qoydular. Bu qutuda əvvəl olan qələmin 30% idi. Bundan sonra qutudan orada olan qələmin 20%-ni götürsələr, qutuda neçə qələm qalar deyir. Deməli, nə edirik burada? 15 dənə qələm qalıbsa, bu 30%. 15-i tənasıb qurarıq. 30%, x-ə 100%. Qələmlərin sayını tapırıq burada. Buradan x bərabərdə olur 50. Deməli, qutuda 50-dən qələm var. İndi deyir ki, 15 qələm qalandan sonra, bundan sonra qutuda olan qələmlərin 20%. Yəni, 50-si var idi, 15 dənə də qoydu. O neçə dənə? 65 dənə. Buna 20%-ni tapsaq, bundan bölür 5, eləyir 13. İndi deyir ki, götürsək, qutuda neçə qələm qalır? 65 idi, 13-ünü də götürdülər. Neçə qələm qaldı? Baxırıq 23-cü sual. 23-cü sualda verir ki, böyük diaqonal uçucuda 41 olan düzbucaqlı trapez. Bunlar 90'dır. Deyir ki, indi böyük diaqonal uçucuda 41. Böyük olacaq kök altında 41. Buranı bir hündürlük indirərik. Kvadratı tamamlansın. Deyir ki, oturacaqlar fərqi 3'dür. Onu bura x desəm, böyük oturacağım olacaq. Plus 3. Bura x ise bura x olur hündürlüğü yerində. Onda bura neçə qalır? 3. Buranı tapdıq ki 3. Sonra trapez yani. Böyük yan tərəfi 5'dir. Onda 5 3'sə Pifaqa görə buranı nə tapırıq? 4. Onda bura 4'dür də hündürlük çünki bərabər. İndi buradan da bu üçbucaqdan adlandıraq. A, B, C, D. Üçbucaq A, B, D-dən Pifaqor yaza bilərik. Yazarıq 4'ün kvadratı plus x plus 3'ün bağlı kvadratı bərabər kök altına 41'in kvadratı. Buradan alarıq 16 üstəcəl x kvadratı üstəcəl 6x üstəcəl 9 bərabərdir 41'e. Buradan alarıq x kvadratı plus 6x və buradan keçidə sıx 16 bərabərdir 0'a. Toplayanda mənfi 6, vuranda mənfi 16, yəni 2 ilə mənfi 8. Mənfi 8'i götürmürük, tərəf mənfi ola bilməz. Onun görə x-imiz nə olur? 2. Bizdən perimetrini soruşur. Buraya oldu 2, bura oldu 2. Perimetrini tapsaq tərəflərini eləyirik, toplayırıq. Tərəfləri olur deməli burada. Bir tərəfi 4'dür. Oldu 4. Plus 2, plus 5, plus burada oldu 5. O da elədi, deməli 6, 16. Şimdi cevabımız olur 16. 4-cü suala baxın. Məktəbdə 11-ci sinif şagirdlər arasında riyaziyyat və fizika fənləri üzrə dərnəklər təşkil edilib. Az çoxluğu riyaziyyat dərnəyini, B çoxluğunda fizika dərnəyini qoşulan şagirdləri göstərir. Az çoxluğunda 20 şagird var, B çoxluğunda 15 şagird var. Həm riyaziyyat, həm fizika dərnəyində qoşulan 8 şagird var. Hər iki dərnəyə qoşulmayan isə cəmi 7 şagirddir. Təsəvvür etməsi istəyən şagirdin heç bir dərnəyə getməməsi ehtimalı tapılmır. Yazaq B. A-da 20 şagird var, bunun 8'i hər ikisindədir. Ayın özü olur 12. B-də də 15 şagird var, 8 burada, 7'si də buradadır. Deməli, buradan alırıq ki, ümumi iştirak etdi 27. Deyir 7 şagird ümumiyyətlə iştirak eləməyib. Onda bütün uşaqların sayı olur. 27 sıra 7, 34. Bizdən də ehtimalın üstünü yazsaq, B-yə bərabər əlverişli halların sayı böl mümkün halların sayı. Əlverişli hal bizə deyir ki, iştirak eləməyənlər. İştirak eləməyən neçə nəfərdir? 7. Mümkün halda bütün olan 34. Burada deməli cavabımız olur 34'də 7. 25-ci suala son sualımıza baxaq.
ki, deməli, tənlər sistemin sonsuz sayda həlli var. Sonsuz sayda həllin qaydası belədir. A1 böl A2 bərabərdir B1 böl B2. O da bərabərdir C1 böl C2. İndi buradan A1'i yazaq yerinə. A1'in yerində A durur. A böl B bərabərdir B böl 3. O da bərabərdir 2 böl 3. Buradan çarpazışda B kvadratı bərabərdir 3A olur. Bir də çarpazışda AB-ni alacağıq 6. Gələk burada baxaq. Bizdən soruşur 3A sıx B kvadratı plus AB. İndi B kvadratı 3'a bərabər olduğu üçün 3A yəni B kvadratı yaza bilərik. AB-nin yerinə 6 yazır. B kvadratları islah olur. Düzgün cavabımız olur 6. Üçüncü izahlarımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşərik.